Yük maşınının sürücüsü öldü, insanlar meyvə tərəvəz sayına düşdü. Bu görüntülər sosial şəbəkələrdə gündəm oldu. Türkiyənin Diyarbakır-Şanlıurfa yolunun 20-ci kilometrliyində baş verən yol qəzasında meyvə və tərəvəz yüklü yük maşını idarə etməni itirərək dəmir baryerə çırpılaraq aşıb. Gündəm 24 Türkiyə mediasına istinadən xəbər verir ki, dəhşətli qəzada sürücü həyatını itirib. Xəbərdarlıq üzərinə hadisə yerinə tibbi heyət və polis sövq edilib. Sürücünün hadisə yerində öldüyü müəyyən edilib. Qəzadan sonra tənqidlərə səbəb olan görüntülər isə bəzi vətəndaşların hadisə yerinə gələrək yola səpələnmiş meyvə tərəvəzləri yığdığı, digərlərinin isə bu məhsulların maşınlarına yükləyərək oradan uzaqlaşdığıdır. Həmin anlar sosial mediada geniş əks-səda doğurdu. Sosial şəbəkə istifadəçiləri meyvə tərəvəzi toplayanların insan ölümünə qarşı olan həssaslığını geniş tənqid edib. Sözü gedən qəza ilə bağlı isə araşdırma aparılır.